Əssalamu aleykum şeyx. Və aleykum salam. Şeyx, əvvəlki vaxtlara nisbətən indi dərslərin sayı və dərsləri dinləməyin asanlığı və vəsaitlərin sayı artıb. Lakin elm tələb edən, dəvət edən nisbətən azalıb. Buna səbəb olaraq nədir əsas məsələ? Elhamdülillah. Bilirsiniz, tənbəllik. Tənbəllik. Yəni, dünyaya bağlılıq, günahlar və s. və s. Həmçinin təbii ki, bu telefon və s. Bunlar hamısı təsirləyir. Elm lazımdır, vacibdir. Elm hər dəqiqə sənin ehtiyacın var. Bilmək, danışanda nə danışmaq, hərəkət edəndə nə hərəkət eləmək. Elm olmayanda azırsan, kim nə deyir, oturub qulaq assan, heç deyə bilmirsən, düzdür, yoxsa yox. Və ya birinlə danışsan, elmin olmasa susacaqsan, heç nə deyə bilməyəcəksən. Elm vacibdir. Və elmindir, düzdür, elm də iki növdür var. Hamısı ki, hamına vacibdir onu bilmək. Belə növləri var ki, məsələn, hamına vacib deyil. Məsələn, tutaq ki, təfsir elmi. Girmək yox təfsilatlara və s. Hamına vacib deyil o. Və ya məsələn, hədis elmi. Və ya hətta, məsələn, ərəb dili, qrammatikası, məsələn, durub keç. Məsələn, bütün təfsilatına, nəhvi, sərfi hamısına vacibdir öyrənmək. Təbii ki, bu ağır olan ümumən bütün insanlara. Müəyyən qədər öyrənən olsa, onlar kifayətdir. Amma bu o demək deyil də, sən heç nə öyrənmə, bilginlə. Yəni, biz görürük ki, cəmiyyətdə hətta görürsən ki, deyirsən, bu dünyavi cəhətdən savadlıdır. Amma dini cəhətdən danışanı görürsən ki, əcaib şeylər danışır, əcaib. Əcaib yanaşır. Dini başa düşməyib bu adam. Adi belə rahat bir məsələləri görürsən ki, xəbəri yoxdur. Düzgün başa düşməyib. Ona görə tövsiyə edirəm, vallahi tövsiyə edirəm, dərslərə qulaq asın. Qulaq asmaqla yazın. Qeydlər aparın. Elhamdülillah, bu saat, elhamdülillah, o telefon yanımızdadır. Qabaq kompüterdir, indi hamı telefondadır. Yəni, istəyən adam gerək gündə, heç olmasa bir saatin, yarım saatin elmə əsr elə. Otur, mütaliə elə, kitab oxu. Otur, dərsi qulaq as, qeydlər apar. Özün görəcəksən ki, bir aydan sonra, 2 aydan sonra xeyli məlumat yığmışsan. Bu, həm sənin üçün, həm ailən üçün, həm ətraf üçün mühümdür. Aydın dayı.